Məsciddə ikinci cəmaət namazı qılmaq olarmı? Yəni cəmaət namazı qılınıb, gecikənlər gəlib cəmaət namazı qılır, belə olarmı? Yəni bu barədə müəyyən ixtilaf var. Yəni bəzi alimlər bunu icazəli görür və bəziləri deyir ki, buna dəlil yoxdur. Yəni sahabelər gecikdikləri zaman ya tək qılardılar və yaxud da evdə cəmaət qılardılar. Və buna görə də yaxşı olar ki, insan məsciddə, xüsusən də bu hara aiddir? Təyin olunmuş imam olan məscidlərə aiddir. Məsələn, elə məscidlər var ki, imam təyin olunmayıb, yol kənarı məscidlər ola bilir və yaxud da bazar məscidləri ola bilir. Yəni orada xüsusi imam təyin olunmayıbsa, orada bir neçə cəmaət qılınmasında bir problem yoxdur. Və o ki, qaldı bir məsciddə əgər müəyyən bir imam təyin olunubsa və orada qılınmaması daha yaxşıdır. Amma qılınarsa da, yəni batil deyil. Qılınarsa da batil, amma daha dəlilə görə daha yaxın olan qılınmamasıdır. Bu birinci dəlil tərəfdən. İkincisi də, yəni bu fitnəyə, ayrılığa da yol açır. Ola bilər ki, məsələn, biri hər hansı bir imamı xoşlamır və öz cəmaatına deyir ki, gözləyin, onlar qılsın, sonra biz gedərik belə. Və bu da parçalanma, ayrılığa və fitnəyə qapılar açır.